Bakının Yasamal rayonunda 2006-cı il təvəllüdlü Səxavət qonşusu Əkbərə bıçaqla xəsarət yetirdiyinə görə məhkum olunub. Məlumata görə Səxavət Əkbərin onun anası Südabə haqqında xoşagəlməz sözlər danışdığını eşidib. Bildirilib ki, Əkbər məhəllədə xlor satmaqla məşğul olub. Eyni zamanda qonşuların evində xırda təmir işləri görüb. Südabənin sözlərinə görə həyat yoldaşı vəfat etdikdən sonra Əkbər onun xəbəri olmadan evlənmək məqsədi ilə elçi göndərib. Daha sonra isə qonşular arasında onunla evli olduğunu deyib. Qadın bildirib ki, Əkbər oğlunun dostlarına onları saxladığını söyləyib. Bu söhbətlərdən sonra Səxavət Əkbərlə metronun Nizami stansiyası yaxınlığında rastlaşıb. Aralarında yaranan mübahisə zamanı Səxavət üzərində olan bıçaqla ona zərbə vurub. O bildirib ki, çiyninə vurmaq istəsə də zərbələr boyun nahiyəsinə dəyib. Zərər çəkmiş Əkbər isə məhkəmədə aralarında düşmənçilik olmadığını, yalnız pul üstündə və deyilən sözlərə görə mübahisə yarandığını deyib. O müalicə xərclərinin tam ödənilmədiyini də qeyd edib. Məhkəmənin hökmü ilə Səxavət 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfinin şərti cəza ilə bağlı apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, adlar şərtidir.